Ramazan ayında su içməyin önəmi barədə, eyni ilə normal vaxtda da fast food və digər yanlış yemə vərdişlərimiz sayəsində artıq hüceyrələrimizin susuz, qupquru olub da bizim susamadığımız bir dövrdə bir həkimin paylaşımı ilə və eyni ilə də ümumiyyətlə əgər orucdan danışırıqsa, başqa biri də o barədə paylaşım eləmişdi. Yaşı 50-yə yaxın olan və bildirən ki, artıq oruc tutmaq böyrəklərə nə qədər çətindir, ziyan eləyir. Necə ki, bunu çox vərdişə aid deyirlər. Onsuz da ki, axşam yatmazdan öncə su içməklə bağlı da deyirlər. Ümumiyyətlə, hər addımda onsuz da deyirlər, qaraciyərə yük salan nədir, böyrəyə yük salan nədir, hansı qidaları qəbul edin, hansı qidaları məsələn, çiya, kətan toxumu, bu toxumların müəyyən qabaq çəkirdeği tumunun nə qədər xeyirli olduğunu, amma yenə də bəzi insanlara yararsız olduğunu, bunu ya diyetisyenlə hər hansı bir həkimlə, endokrinoloqla planlayıb, daha sonra əgər elə bir şansın yoxdursa, özünə yeyərək, yəni müəyyən eləmək ki, avokado xeyirlidir, əladır, xərçəngə superdir, nə bilim, gündə bir paylaşım çıxırdı onsuz da. Amma sənə nə qədər yarayır, yəni sən onu yeyəndə özünü necə hiss edirsən, daha yorğun, daha enerjili, necə? Dəmir emilimi ilə bağlı çoxlu paylaşıma rast oluram. Tiroidlə bağlı yüzlərlə paylaşıma rast oluram. Özüm riayət edə bilməsəm də, ən azından dışarıdan baxıldığı zaman çox super fit vücudum yoxdur, daha sağlam bir görüntüm yoxdur, hər mənada, həm mental, həm fiziki olaraq. Amma ən azından heç olmasa başqalarını bir yerdə ayıltmaq, nə bilim, başqalarını bir yerdə yadına salmaq ki, hə, müəyyən şeyləri müəyyən cür eləmək lazımdır. Başqaları sənə nəyi necə lanse edirsə, onu kopyalayaraq, ondan nümunə götürərək deyirlər. Artıq 35-i keçən hər kəs bir növ 18'li yaşlarda kimlərəsə müəyyən şeylərdə məsləhət verməyə, faydalı olmağa çalışır da, bu normal bir şeydir. Ona görə yox ki, öz yeniyetmə uşaqları var. Ona görə ki, bir baxımdan özünün bəlkə də 18'də ehtiyac duyduğu, eşitmədiyi bir şeyləri başqasına eşitdirmək istəyir, cəmiyyətə hər hansı bir faydası olsun istəyir. Bizə zamanında öyrətməyiblər, deməyiblər kimi fikirlərdən yola çıxaraq. Mən hər hansı bir yaxşılıq eləyim başqasına, bəlkə özümə qayıda bilməm. Motiv fərqli ola bilər, amma əsas odur ki, nəyisə bir yerdə kimsə uyarır ki, yadına düşsün də, yəni bu şeylər